Səhifəmizə, konsultasiyamıza hədsiz rinoplastik olmuş pasientlər çox gəlirlər. Sırf tip plastika ilə bağlı ki, revizyon tip plastika əməliyyatı edirsinizmi? Bəli, edirik. Amma hər buruna və hər kəsə olunmur. Adətən revizyon təkrarı burunlarda, burun ucunda qığırdaqlarda yetməməzlik olur və əlimizdə yetərli qədər qığırdaq olmadığına görə bunun ucunu formalaşdırmaq biraz çətin olur və bəzən də pasientlər narkozla, qabırğa qığırdağından qığırdaq götürərək burun ucunu formalaşdırmağı tövsiyə edirik. Bu pasientimizdə neçə il öncə 15 il öncə burun rinoplastik əməliyyatı olubdu. Burada əslində burunda tam ideal bir forma var. Üstdən də çəkə bilərsən zəhmət olmasa. Burun idealdır əslində özlüyündə. Yan sümüklər osteotomiya olunub. Donqarımız qətiyyən yoxdur gördüyünüz kimi. Sadəcə burun ucu indi uzanıb ki, o qədər də burun ucunun aşağı meyilliyi o qədər də hiss olunmur. Burun ucu aşağıyadır və biz pasientin istəyinə burnunu biraz qaldıracağıq, biraz da formasını incəldəcəyik. Bu da əslində həkimin səhvi deyil. Xanım özü desin. Özüm istəməmişdim. Özü burun ucuna toxunulmasını istəməmişdi. Yəni heç də həmişə həkimi günahkar çıxartmaq lazım deyil. Nəticəndə sizlərlə paylaşacağam. Qeyd edim ki, pasientimizin burnunu revizyon olsa da yerlik etməni icra edəcəyik. Hər zamanki kimi yerlik etməni çox sevirəm. Həyəcanınız varmı? Biraz. Harada gördünüz bizi? Mən Instagramda. Və yerlik etməni icra etdiyimiz əməliyyatımız bitdi. Gördüyünüz kimi burnumuzun ucunun sallaq hissəsini arxaya doğru elədik. İçəridəki qığırdaqları biraz da şəkilləndirdik. Təbii ki, əlimizdə mövcud olan qığırdaqları şəkilləndirdik. Belə, necə keçdi? Çoxmu ağrıtdı? Yox. Ayıq idik. Necə oldu? Əla, çox sağ olun. Ağrılarımız çox olmadı? İlk Yox. iynələr xaricində. Yox, o da. Həmişə gözəllikdə.